Qoyunları bəlkə də qoyunların əğnisidir. Olar. Amma qoyunlar sürü şəklində irəlir də tək. Qoyunlar buradan getsə, burada qalmaz. Quş var idi, uçdu getdi. Təsəvvür elə burada gəlirsən, görürsən telefonun Wi-Fi gəldi. Set tutur. Yox. Saat 2-yə işləyib. Amma elə bil axşamdır. Qışın da bu havası olmuyor. Bayaq gün çıxmışdı amma. Ehtiyatlı. Ayağını gözlə, ayağını gözlə. Elə bir nəsə vururlar. Orada iş görürlər də, karyer zat işləyir. Sən demiş, meşədə meşəlik qalmır. Buralar, ağaçlar çox şey olub. Sözlərine bax. Yıxılıb hamısı. Hamısı yıxılıb demək olar ki. Bunlar deyirsə mənzərə yaradıraq yazda. Sarmaşıq kimi olanlar. Hə. Bir dəfə ona dadanmışdım. Yığıb gətirirdim, şey eləyirdim. Yığıb gətirib bağda asıb yellənirdim onunla. Bir dəfə nətər yıxıldımsa belim yerə elə dəydi ki. Sonra dedim qələt eləyərəm. Amma sənə bir şey göstərim. O sarmaşığım var, içində suyu var, suyu. İyisi mənim elə xoşuma gəlir. Qoy bir dənə görüm sənə göstərə biləcəm. Çox adamın xoşuna gəlmir, amma mənim çox xoşuma gəlir. Yadındadır sən? Çox adam götürə bilmir ki onu. Hə. Qoy görüm haradasa var, tapa biləcəm. Buradan bura təmiz şey gəldi. Sarmaşıqdan görürsən haradasa. Qəribə şeydir, o ancaq burada bitir, o. Yağını gözlə. Yarpaqların arasında gizli bombalar var. Minalanmış sahədir. Orada var. Orada keçməyə yeri yoxdur. Buralarda da olurdu əvvəl. Əvvəl deyəndə ki, biz burayla şırşır deyirdik. Şırşır yox, şırşır Stanspoildadır. Buna bax bir dənə. Bu ayaqlar qoyun ayağı üçün oxşamır axı. Yox, qoyun deyil. Yox, qoyun yolu gətirən adam bir dənə qoyunu qabağına qoşub gətirir. Bax, maraqlanmaq lazım. Məsəl üçün, bu canavar ayağıdır, iri pəncəli. qabağındakı barmaq ikisi bir yerə qoyub deyilə görünür, yoxsa biri tək durur. Barmaqlarından da tanımaq olur. Mən indi bilmirəm. Onun barmaqlarından tanıyan adamlar var da. O işlə məşğul olan adam. Bilir ki, buradan canavar keçib, yoxsa canavar. Xalq dilində canavardır. Kitab dilində adı qurd. Budur, bax, buradan gedib. İndi bir dəqiqə qabağıma çıxıb deyir ki, nə də mənim izləyirsiniz. İşiniz gücünüz yoxdur. Söz işitdimi? İt burnu, qarağat. Qarağat amma yayda meyvəsi yeyilmir. Amma meşənin yaraşığıdır da bizim meşənin. Sarmaşıqdan burada var.
Gəl göstərəcəm sənə. Tapdım. Budur bax. Budur. Gəl bir dənə. Bunun yumşaqlığına bax bir dənə. Elə bir kəndirdir. Bir də qıracam iyisinə bax bir dənə. Siz Belə. Bomba yazın gəlir. Hə. Qəribə iyisi var hə. Dux kimi, parfüm kimi iyisi var. Burada rahat açıqlıq yer tapdım. Buradan rahat çıxıb gedə bilərik. Buranı da maraqlı eləyən bu cığırlardır da. İndi belə qardı zaten. Dayan. Qara toyuğa bax. Bir də görsən qaqqıldayır o. Toyuq kimi. Bax. Ağacdadır. Oxuyurlar. Səsinə bax. Getdi. Gördün odur. Bax, quyruğuna bax onun. Toxul deyə ondan burada. Şeye geldik. Comolunmo zirvəsinə gəldik, çıxdıq. Mortal Kombat'ta Shang Tsung'un Kun Lao öldürdüğü yerdi bura. Amacın ilk defa oturduğu taxtac yerindən. Texnologiya elə bir səviyyədədir ki, hal-hazırda heç kim onu buraxıb gəlmir. Təbiətlə barışmaq, uzaqlaşmaq istəmir. Yəni televizordan qabaq insanlar daha çox gəzirdi. Daha çox radio var idi. Onda da radioya da axşamlar qulaq asırdılar. Televizor vardı bizdə. Boşunu şillə vurdun, səsə düzəlirdi. Hə, Vesna televizorlar. Hə, sonra televizor gəldi. İnsanlar gec yatmağa başladılar. Sonra internet gəldi. Sonra telefon gəldi. Artıq nəyin yuvası olar o? Tülkü elə yerdə yuva qurur. Deyir ki, qarğa məndə qoz var. Nə bilim. Nəsə, quş ola bilsin yarıb oranı. Balaca yuva düzəldib. Yağış yuyub yavaş-yavaş zamanla. Ona deyirlər yeyilib dağılma. Hə? Tülkü bir ara istəyirdim tülkü balası. Xoşuma gəlir. Amma fikirləşdim ki, sonra cəmaatın şey olar, toyuğunu düzəsini yeyər. Sonra cavab ver. Bax belə ağaçlar sıradan çıxır. Hə. Bura şeydir də. Nə deyirlər bura? Bura halldır da, hall. Yəni ki, foyer. Atıq cağır. Hə. Düzəldiblər ki, yorulan gəlib otursun burada. Biz də bir oturaq da.